Qarabağ UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti dəfə diqqətləri üzərinə cəlb edib. Dramatik və gərgin keçən oyunda Almaniyanın Eintracht klubunu sıradan çıxaran Ağdam təmsilçisinin uğurundan Avropanın aparıcı nəşrlərində bəhs edilir. İspaniyanın məşhur AS qəzetində dərc olunan yazıda bu ifadələr yer alıb. Qarabağ play-off arzularını yaşatmaqda davam edir. Azərbaycan təmsilçisi Avrokubok maçında Almaniyanın Eintracht klubunu 3-2 hesabı ilə məğlub edib. Bəhlul Mustafazadə bu mərhələdə qol vuran ilk Azərbaycanlı futbolçu kimi tarixə düşür. Bundesliqanın rəsmi saytı Bundesliga.com-da sözü gedən qarşılaşmaya yer ayırıb. Qeyd edilib ki, Qarabağa məğlubiyyətdən sonra Eintracht 2025-26 mövsümündə UEFA Çempionlar Liqasının play-off mərhələsində yüksəlmək şansını itirib. Dünyaca məşhur Bein Sport televiziyasının rəsmi saytında da Qarabağın qələbəsinə diqqət çəkilir. Vurğulanıb ki, Qarabağ əlavə olunmuş vaxtda Eintracht üzərində 3-2 hesablı qələbə qazanaraq Çempionlar Liqasında play-off şanslarını artırıb. Sky Sport Almaniyanın manşetində isə Qarabağın Eintrachtı Çempionlar Liqasından kənarlaşdırdığı bildirilir. Qarabağın qələbəsi İtaliyanın ən çox oxunan idman nəşrlərindən biri olan Tuttosport nəşrində də diqqətdən kənar qalmayıb. Qeyd edilib ki, Qarabağ evdə dramatik qələbə qazandı. Eintracht 94-cü dəqiqədə məğlub edildi. Bu qələbə ilə Azərbaycan təmsilçisi Çempionlar Liqasında play-offa yüksəlmə şansını artırdı. Qarabağın əzmkar qələbəsindən dünyaca məşhur Eurosport nəşrində də bəhs edilib. Müvəqqəti baş məşqçi Denis Schmidtin debüt etdiyi oyunda Eintracht üçün ən az bir xal qazanmaq vacib idi. Lakin son dəqiqə qolu Qarabağın dramatik qələbəsini təmin etdi. Rusiyanın məşhur Sports.ru nəşrində isə Qarabağ artıq demək olar ki, Çempionlar Liqasının play-off mərhələsində. Köhnən atlar 94-cü dəqiqədə vurulan qolla geri dönüş etdi başlıqlı xəbər dərc olunub. Qarabağın son saniyələrdə iradəli qələbəsi Çempionlar Liqasında play-off mərhələsinə çıxmaq şansları əhəmiyyətli dərəcədə artdı. Sport Express.ru saytı isə oyunla bağlı xəbərə belə cümlələrlə başlayıb. Türkiyənin tanınmış bir neçə nəşri də Qarabağın möhtəşəm qələbəsinə xüsusi diqqət göstərib. NTV Sportda xəbərin başlığı belə olub. Böyük qürur Qarabağ. Azərbaycan təmsilçisi tarixi qələbə qazandı. Qarabağ ruhdan düşmədi. Qələbə qolu son dəqiqələrdə vuruldu başlıqlı yazı isə Fanatik nəşrində dərc olunub.